Salamlar, vaxtınız xeyir olsun. Biz bir 6-cı sinif coğrafya kitabına bölmə 1.2 lokal məkandan qlobal məkana mövzunun izahına baxacağıq. Gəlin vaxt itirmədən mövzula tanış olaq. Yaşayış məntəqələri, sənaye, nəqliyyat, turizm, kənd təsərrüfatı və sair bağlıdır. Bütün proseslər insan və onun fəaliyyəti ilə əlaqədardır. Bu əlaqələr lokal miqyasdan başlayaraq qlobala qədər dəyişir. Hər hansı məkanda təbii və sosial-iqtisadi obyektlər qarşılıqlı əlaqədədir. Onların bir-birinə müxtəlif təsirləri lokaldan qlobala qədər genişlənir. Gəlin biz bura qədər oxuduq. Gəlin mətni daha da genişləndirək. Dedik ki, sənayedir, nəqliyyatdır, turizm, kənd təsərrüfatıdır. Bunlar insan fəaliyyəti nəticəsində baş verir və lokaldan qlobala qədər genişlənir. Gəlin burada biz sənayeni götürək elə. Yəni deyək ki, Bakı şəhərində neft çıxarılır, yəni neft arama zavodları vasitəsilə neft emal olunur. Daha sonra boru kəmər vasitəsilə digər ölkələrə satılır. Bu oldu bizdə, nə oldu? Lokaldan qlobala keçdi. Yəni Bakı ərazisi lokal ərazidir. Boru kəmərləri vasitəsilə qlobala çıxmağı bacardı. Bəs burada yazıb ki, təbii və sosial-iqtisadi obyektlər bir-biri ilə daimi qarşılıqlı əlaqədədir. Gəlin bunu da izah edək. Məsəl üçün Bakı ərazisində çıxarılan neft bilirik ki, əsasən qurudan və dənizdən çıxarılır. Yəni Xəzər dənizindən və qurudan çıxarılır. Yəni bu da dedik ki, təbii obyektlər bunlardır. Torpaqdır, relyefdir, dənizdir, göldür, çaydır və digər obyektlərdir. Yəni sosial-iqtisadi obyektlər də dedik ki, yəni insan fəaliyyəti nəticəsində yaranan obyektlərə biz deyirdik ki, sosial-iqtisadi obyektlərdir. Yəni bu da lokalın qlobala qədər genişlənməsi oldu. Daha sonra mövzuya davam edir. Lokal miqyasdan sosial-iqtisadi obyektlərə Türkiyənin Trabzon şəhərinin turizm obyektlərini nümunə göstərmək olar. Trabzonun turizm inkişafına görə Türkiyə Respublikasının dünyada seçilən şəhərlərindən biridir. Şəhərin yaranma tarixi 4000 ildən çoxdur. Trabzon təhsili, mədəniyyət, ticarət mərkəzidir. Yəni Trabzon dedik ki, təhsil, mədəniyyət, ticarət mərkəzidir. Şəhərə yaxın yerləşən Çayqara rayonundakı Uzungöl ərazisi həm təbii gözəlliyi, həm tarixi abidələrin zənginliyi ilə turistlərin diqqətini cəlb edir. Türkiyədə məşhur tarixi abidələr, saray və muzeylər, istirahət yerləri, turistləri cəlb edən çox sayda belə şəhərlər var. Zəngin təbiətə və gəzməli yerlər Türkiyənin nəinki regionda, hətta qlobal miqyasda turizm lider ölkələrindən birinə çevrilmişdir. Gəlin mətnə daha yaxın tanış olaq. Trabzon onun yaşı 4000 ildən çoxdur. Yəni Trabzon təhsil, mədəniyyət, ticarət mərkəzidir. Yəni çox şaxəli şəhərdir. Şəhərin əsas turizm rayonlarından biri Çayqara rayonudur. Yəni o ərazidə Uzungöl ərazisi yerləşir. Təbii gözəlliyinə görə seçilir. Həmçinin Türkiyədə tarixi abidələrinə, saraylarına, muzeylərinə görə də fərqlənir. Burada da qeyd olunur ki, Türkiyə nəinki regionda, hətta qlobal miqyasda turizm lideri ölkələrindən birinə çevrilmişdir. Biz mətni oxuduq, gəlin sualları cavablandıraq. Birinci sualda bizə belə bir sual verib. A, B təsvirlərinə əsasən sualları cavablandırıb. Baxın, bu A təsviri. A təsviri. Bu isə B təsviridir. A şəklinin məkanın hansı miqyasına aid edə bilərsiniz? A şəkili baxın. Trabzon Uzungöl turizm rayonudur. Yəni Çayqara rayonunda yerləşir. Bu da lokal məkana uyğun gəlir. Daha sonra B xəritəsindəki obyektlərin başqa ölkələrdən çoxlu turistlər gəlir. Bu obyektlər ölkənin inkişafına hansı miqyasda təsir edir? Baxın, dedik ki, bu cümləni oxuyaq. Burada axırıncı cümlə. Türkiyənin nəinki regionda, hətta qlobal miqyasda turizm lider ölkələrinə çevrilmişdir. Yəni başqa ölkələrdən turist gəlirsə, yəni digər ölkələrdən turist gəlirsə, Türkiyə qlobal miqyasda inkişafına səbəb olur. Daha sonra B xəritəsində məkan hansı miqyasını əks etdirir? Baxın, B xəritəsindəki miqyas regional xəritəni əks etdirir. Yəni baxın, burada Türkiyənin müxtəlif turizm şəhərləri verilmişdir. Məsələn, İstanbul, Trabzon, Antalya və Ankara, İzmir kimi şəhərləri biz burada misal çəkə bilərik. Bu da Türkiyənin regional xəritəsinə uyğun gəlir. Daha sonra ikinci suala baxaq. İkinci sualda deyir ki, C şəklinə əsasən suallar cavablandırın. A şəkildə verilən turizm obyektlərinin aid olduğu ölkələr dünyanın siyasi xəritəsində tapın. İndi bizdə siyasi xəritə olmadığına görə biz şifahi olaraq deyəcəyik. Gəlin deyək, baxın, birinci piramidalar Misirdə yerləşir. Daha sonra ikinci Türkiyədə Uzungöl,
Sonra üçüncü Tac Mahal, Hindistan. Sonra dördüncü Amfiteatr, İtaliya. Sonra Ayasofya, Türkiyə. Böyük Çin səddi, Çin. B şəkili hansı miqyasına görə göstərilir? Şəkillər hansı miqyasına görə göstərilir? Qlobal miqyasına görə göstərilir. Yəni, baxın, müxtəlif ölkələrdən müxtəlif abidələr göstərilmişdir. Yəni, piramidalar, amfiteatrlar, sonra Ayasofya, Uzungöl, Tac Mahal, Böyük Çin səddi. Bu da qlobal miqyasın xəritəsini əks etdirir. Daha sonra mətnə dərsimizə davam edək. Əhalinin onun yayılması müasir dövrdə coğrafiyanın öyrənilən sahələrindən biridir. Şanxay Çinin ən çox əhali məskunlaşdığı şəhərlərdəndir. Şəhər qlobal iqtisadi mərkəzlərindən biridir. Şəhər əhalisinin sayı 2022-ci ildə 28,4 milyon nəfər olmuşdur. Yəni, bu rəqəmi tam açıb oxuyaq. 28 milyon 400 min nəfər olmuşdur. Əhalinin sayının artması lokal və regional miqyasda Çinin sosial-iqtisadi həyatına təsir edir. Gəlin, bura qədər oxuduq. Gəlin, mətni təhlil edək. Dedik, əhalinin yayılması haqqında dedik. Şanxay Çinin ən çox məskunlaşan şəhərlərindəndir. Əhalisi 2022-ci il məlumatına görə 28,4 milyon nəfərdir. Əhalinin sayının artması lokal, regional miqyasda Çin sosial-iqtisadi həyatına təsir edir. Həmçinin Şanxay dedik ki, qlobal iqtisadi mərkəzlərindən biridir. Yəni, dedik, Şanxay haqqında dedik, Çin ən çox məskunlaşan şəhəridir, qlobal iqtisadi mərkəzdir. Əhalisi 28,4 milyondur. Lokal, regional miqyasda Çinin sosial-iqtisadi həyatına təsir edir. Yəni, bu da Şanxay haqqında məlumatlarımız oldu. Daha sonra mətnə davam edək. Mətndə qeyd olunur ki, Şanxay şəhəri yansız çay sayında yerləşir, sakit okeana çıxışı şəhərin iqtisadiyyatının inkişafına müsbət təsir göstərmişdir. Bu da öz növbəsində əhalinin bu şəhərdə sürətlə cəmlənməsinə səbəb olmuşdur. Buna görə də Şanxay iri ticarət və mədəniyyət mərkəzinə çevrilmişdir. Dedik, Şanxay harada yerləşir? Şanxay yansız çay sahilində yerləşir. Şəhərin sakit okeana çıxışı var. İqtisadiyyatı inkişafına müsbət təsir edir, yəni mövqeyi inkişafına müsbət təsir edir. Yəni, əhalinin burada yaşaması səbəbi də şəhərin sürətlə inkişaf etməsidir. Həmçinin regionun ən iri ticarət və mədəniyyət mərkəzlərinə çevrilmişdir. Mətni oxuduq, gəlin indi sualları cavablandıraq. Bizdə, baxın, üçüncü tapşırığa baxaq. D, Y, F şəkillərinə əsasən suallara cavab verin. Baxın, D, Y, F şəkillərdir. A-da bizə deyir ki, D şəkili hansı məkanın miqyasına aiddir? D şəkili Şanxay şəhərini göstərir bizdə. Bu da lokal miqyasa aiddir. Daha sonra B-yə baxaq. Y təsviri hansı məkan miqyasına aiddir? Y təsviri Çinin əhali sıxlıq xəritəsini göstərir. Bu regionala aiddir. Biz burada Şanxaydan danışırdıqsa, burada indi Çinin bütün ərazilərini görə bilirik ki, əhali harada çox cəmlənib, harada az cəmləndiyini görə bilirik. Daha sonra C-yə baxaq. Y, F təsvirlərinə oxşar və fərqli cəhətləri hansılardır? Gəlin baxaq, Y və F təsvirlə baxın bunlardır. Oxşar cəhəti hər ikisi əhali sıxlıq xəritəsini göstərir, əhali yayılmasını göstərir. Fərqli cəhət isə Y şəkili regional xəritə, F şəkili isə qlobal xəritəyə aiddir, yəni qlobal miqyasa aiddir. Daha sonra dördüncü tapşırığı yerinə yetirək. Dördüncü tapşırığa baxaq. Dördüncü tapşırıqda deyir ki, Çinin Şanxay şəhəri 3 fikri ifadə edilmişdir. Gəlin fikirləri oxuyaq. A-da deyilir, Şanxayda əhalinin sıxlığı yüksəkdir. B-də deyir, dünyada çinlərin sayı artır. C-də deyir, əhalinin sıxlığı az olduğu üçün Wuhana köçmək daha əlverişlidir. Biz dialoqları oxuduq. Gəlin isə tapşırıqları yerinə yetirək. A, B və C ifadələrinin lokal, regional və qlobal miqyasa uyğunluğunu müəyyən edək. Şanxayda əhalinin sıxlığı yüksəkdir. Bu, Şanxaydan bəhs olduğu üçün lokal miqyasa aiddir. Daha sonra gəlir, əhalinin sıxlığı az olduğu üçün Wuhana köçmək daha əlverişlidir, yəni ölkə daxilində baş verir. Bu, regionala aiddir. Dünyada çinlərin sayı artır. Artıq Çindən kənar söhbətlər olduğu üçün bu qlobala çevrilir. Yəni, B qlobal olacaq, A olacaq lokal, C olacaq regional, B olacaq qlobal. Daha sonra
B-yə baxaq. Fərqli məkanın miqyasını ifadə edən fikirlər arasında hansı əlaqələr vardır? Fərqli məkanın miqyasını ifadə edən fikirlər arasında hansı əlaqələr vardır? Yəni baxın, yəni biz fikirləri təhlil edək, yəni miqyasının əsaslı fikirlər təhlil edək və müəyyən nəticələr əldə edə bilərik. Məsələn, dialoqdan göründüyü kimi Şanxay şəhərinin əhalisi sıxdır. Yəni bu da əhalinin digər regiona köçürülməsini gətirib çıxardır. Daha sonra dünyada Çinlərin sayı artır. Yəni baxın, lokal, regional, həm də qlobal qarşılıqlı əlaqə olur. Baxın, Şanxayda əhali artır, Wuhanı köçürmək fikri meydana çıxır. Həmçinin də Şanxayda əhali artdığı üçün dünyada da Çinlər sayı artır. Yəni bu görürsünüz ki, bir-birindən qarşılıqlı əlaqədədir. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.